Düşünürəm ki, bir hamilə üçün ən böyük ediləcək yaxşılıq hazır yeməyin olmasıdır. Bugün də qaynanam bizə gələndə yenə də əli boş gəlmədi. Bu dəfə isə Nasfooddan mənim üçün hazır yarım fabrikat yeməklər, məhsullar alıb gətirdim. Yemək bişirməyə vaxt olmayanda, ən əsası həvəs olmayanda, evə qəfil qonaq gələndə bu hazır yarım fabrikat məhsullar adamın əlindən çox tutur. Bura ilə heç bir əməkdaşlığımız yoxdur, heç onların əməkdaşlığa ehtiyacı belə yoxdur. Maşallah olsun, o qədər alıcıları çoxdur ki, gündəlik hazırladıqları məhsullar həmin gün üçün satışa yetmir, kifayət eləmir. Ona görə də tövsiyə eləyərəm ki, əgər alsaz, səhər saatlarında almağınız məsləhətdir. Mən bura necə oldu ki, güvəndim? Demək olar ki, hər gün TikTokda canlı açırlar, mətbəxləri tam şəffaf formada ekrana yansıyır. Hər bir məhsulların içərisi çox boldur və tərtəmiz bir şəraitdə hazırlayırlar. Mən buranı bütün sevdiklərimə şiddətlə tövsiyə eləyirəm.